bugün Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi 113 gün düşmən arxasında mübarizə adlı və Başlıbel qətliamının görünməyən hissələrinin işıqlanması ilə bağlı layihə həyata keçirir. Layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyindən keçirilir. Layihənin məqsədləri haqqında hörmətli ekspert izahat verər. Teşekkür ederim İlqar müəllim. Bugün bizim həyata keçirdiyimiz layihə 113 gün düşmən arxasında mübarizə Başlıbel faciəsinin görünməyən tərəfləri adlanır və biz burada çalışırıq ki, əsasən həmin hadisələrin bugünə qədər işıqlandırılmayan tərəflərinə toxunaq. Ötən 5 il müddətində Başlıbel qətliamı ilə bağlı əsasən qətliamın törədildiyi kahalarda çəkilişlər olub, o insanların orada keçirdiyi mücadiləni qələmə alıblar, televiziyalar vasitəsilə işıqlandırılıb, amma qətliamdan sonraki hissədə mülki insanların apardığı mübarizə ilə bağlı bugün ilk dəfədir çəkiliş aparılır. Və o insanlar həmin qətliamdan sonra bu mağaraya gəliblər, bu kahaya gəliblər, Nəbinin kahasına. Bundan sonra isə bizim gedəcəyimiz növbəti Balıqlı kahasında mübarizə aparıblar, yaşam uğrunda. Və bizim də layihənin əsas məqsədi odur ki, həmin qətliamdan sonra mülki insanların necə yaşaması, onların həyat tərzi, apardığı partisan müharibəsini geniş ictimaiyyətin diqqətinə çatdıraq. 1993-cü il aprel ayının 18-i Kəlbəcər rayonunun işğal olunduqdan sonra Başlıbel kəndinə də erməni hərbi birləşmələri daxil oldular və erməni hərbi birləşmələri kəşfiyyat qrupu bizim məskunlaşdığımız portda deyilən bir ərazi vardı. Bu həmin kahaları tapdıqdan sonra saat 2 radələrində günorta güclü hücuma keçdilər. Həmin atışma nəticəsində bizim mühasirədə qalan insanlarımızdan 12 nəfəri qətlə yetirdilər, şəhid oldu. 14 nəfərimizə əsir apardılar. Sonra isə demək döyüş gecə saat 2 radələrinə qədər davam elədi. Həmin döyüşdə mən də sol qolumdan ağır güllə yarası aldım. Demək olar ki, yoldaşlarımın əksəriyyəti yaralandı. Və biz iki qrupa bölündük, o kahada qalan insanlar. Bir qrup başqa bir istiqamətdə, Sadığın Putkası deyilən bir istiqamətdə üz tutdu. Bizim qrup isə Nəbinin kahası deyilən bu əraziyə biz üz tutduq, gəldik Nəbinin kahasına. Demək ki, Nəbinin kahasına gələndə çox böyük bir əzab, əziyyətlə. Həmin gecədə, ayın 18-dən 19-una keçən gecə elə bir hava idi ki, çovğun, qar, qiyamət, sanki Allah Taala'nın bir möcüzəsi idi. Allah bizə elə bir şey, belə götürək də bir yol açdı bizim üçün ki, yəni o təhlükəni soğuşdurmaq üçün. Belə çox əzab, əziyyətlə, yəni gecə qaranlıq, səhərə yaxındır. Demək olar ki, dan yeri təzə ağarır. Çox böyük əzabla, bax bu qayalardan tuta-tuta, yıxıla, dura-dura, çox çətinliklə gəlib axır ki, nəzərdə tutduğumuz istiqamətə gəldik, yəni məkana gəldik, çatdıq. Həmin məkana çatdıqdan sonra artıq biz bir balaca təhlükədən uzaqlaşandan sonra həyatımız üçün, yəni sabah üçün biz nə edəcəyimiz haqqında başladıq planlar cızmağa. Və o nəzərdə tutduğumuz gələcəyimiz yer, yəni məskunlaşdığımız yer bax bura, Nəbinin kahası, bax bu ərazidir ki, biz eynilə əvvəldən də bu ərazini biz nəzərdə tutmuşduq ki, bizim ilk yığınacaq yerimiz bura olsun. Baxmayaq ki, müəyyən əzdaq məsələsinə görə biraz kəndin yaxınlığındakı o portda kahası deyilən ərazini seçdik. Onu da nə üçün biz elədik? Çünki oradan kəndə yaxın olduğuna görə, ərzaq məsələsinə görə ərzaq daşımaq, yatacaq daşımaq üçün ona görə biz bu ərazini nəzərdən keçirdik.
Sonra isə atışmadan sonra artıq biz təhlükəsizlik üçün oradan Nəbrin kağızında məskunlaşmaq üçün Nəbrin kağızına gəldik. Beləliklə bax, gördüyünüz, baxdığınız kimi biz gəldik çıxdıq bu əraziyə. Ərazidə biraz təhlükəsizlik olduğuna görə qaldıq bu ərazidə. Bir 3 gündən sonra qaldıq. Sonra yenidən biz düşdük Barıtdunun deyən buradan aşağıda hardasa bir 3 kilometr yaxınlıqda belə ərazi var. Orada Barıtdunun kağızı deyilən bir ərazi. Bir-iki gecə də orada qaldıqdan sonra yenidən biz qayıtdıq. Çünki ora çox təhlükəliydi. Ermənilər ola gəlib atla gəlirdilər, yedirdilər. Və ondan sonra biz yenidən təkrar qayıtdıq Nəbrin kağızına. Gəldik də çox böyük əzabla, çox əziyyətlə, qayalardan tuta-tuta biz gəldik. Baxdıq. Nəbrin kağızı deyilən, yəni bu həmin bax kağıdı. Girdik kağıya daxil olandan sonra baxdıq ki, kağıda da yəni heç bir şey yoxdur. Nə yatacaq var, nə ərzaq var. Sadəcə quru kağıt. Gəldik, gələndən sonra mən yaralı, bax, gəldim, oturdum burada səhərə qədər, yaralı. Yəni baxırsan, heç bir şey yox, quru kağıt, yeməyə bir şey yox, yatacaq yox. Ancaq ağrılarımla mən çalışırım. Sonra da mənim yanımda olan yoldaşlardan Ağdamdan olan Məzahir var. Bu həm Məzahir ki, mənə çox köməklik elədi. Allah onun canını sağ eləsin. Məzahir mənim yarama baxdı. Mən ona dedim ki, köynəyin qoluncur, qan axmamaq üçün. Yaranı bağlı. O yarıya baxandan sonra dedi ki, qardaş, mən eləyə bilmərəm. Dedi, onda xətəbə heç olmasa köynəyin qolunda açır, sən onu vermə. Nəsə köynəyi dartdı, cirkirandan sonra məndə də yara bax, güllə buradan dəyək, buradan vurub çıxdı. O köynəyi yumurladım buradan barmağımla, belə saldım buradan dartdım. Çıxartdım ki, bəlkə heç olmasa o içəridə qalanlar, qanlardı ki. Ondan sonra səhər açıldı, səhər açılandan sonra biz səhərə qədər. Sonra bu kağanın ağabında deyilən, onu mən köhnə insanlardan eşitmişəm ki, necə. Belə bir ot vardı, ona köpəcək deyirdilər, nəsə. Onu oxalayanda onun suyunu sıxırdın yarıya. O, indiki necə ki, Perex tökəndəki yaranı qaynadır. Ha, bax, elə bir şey. Onu mən Məzahirə dedim ki, Məzahir, belə bir şey eləyə bilərsən. O da əvvəl dedi ki, mən onu eləyə bilməm. Çünki mənim qolum yaralıdır, təkərli. Onu daşla döydürdüm. Xeyli döyəndən sonra, onu suyu çıxandan sonra buradan yaranın burasına şey eləyəndən sonra bax, o zülümlə, o əziyyətlə bir. Biz ayın 25 günü gəlib bura cəmləşdik, hamımız belə ki 25-i axşam hamımız burada olduq. Yaralılar, Şəhriyarın yarası daha doğrusu ən ağırı, qolu qırıq. Sonra Elşadın özünün yaralanması, Məzahirin yaralanması, Sərmayənin yaralanması. Bura çox soyuqdur. Yəni o soyuqda onların sağalması bir problemləri də vardı. Nəsə bu soyuğun qarşısını kəsməkdən ötəri ki, bizi içəridə biraz soyuq bulmasın. Bax bu daşları içəridən, yuxarıdan belə salırdıq. Bax bu daşların hamısı bax buralardan belə salmışıq. Onu düzmüşük bura. Həm isnadlı var ki, birdən gələrlər ermənilər. Burada daldalanmaq yerimiz olsun. Əsasən də bu ailələrə şərait yaradılmışdı ki, bunlar biraz arxa tərəflərdə olsun. Özümüz həmişə kahanın qabaq tərəflərində olurdu. Sizdə bura gələndə burada heç bir yorğan döşək zad yox idi. Çöldən ot qurusu getdik, yolduq, biraz gətirdik, tördük bir altına. Elə 25-i gecə idi. Getdik, gördük, dayanma olmuş, getdik kətdən yorğan döşək gətirməyə. O da getdik, kəndə girə bilmədik. Həmin qayıtdıq bu döyüş olan hikayə. Oradan getdik, o yorğan döşəklərdən qanlısının üzünü zadını çıxartdıq, elədik. Döşəklərdən gətirdik. Biraz da orada olan undan, kartofdan belə gətirdik. Burada özüm üçün yavaş-yavaş başlar şərait yaratmağa. Bir müddət çox çətinliklə o ərzaqları bura daşımaq var idi, yanacağı bura daşımaq var idi. Burada bu tərəfdə bu Çalaçuxur yaylağında karpozun buzul tövlələri var idi, o ağaçdan tikilirdi. Getdik,
Bu taraf bu uçurumlu olan onları oradan söküb bax bu yamacla bəri gətirib burada yanacaq kimi istifadə eləmişik. Hardasa ayın səhv eləmirəmsəm bir 15 gün biz burada qaldıq. 15 gündən sonra ərzağı gördük ki, bura gətirə bilmirik və aclıq da bizə zor edirdi, taqətdən düşürdük, bu yamaçları qalxa bilmirdik üzü bəri. Buradan düşüb getdik barut dükanına, bizim bir dəstəmiz. Amma o biri dəstə ailəlilər burada hardasa bir ay yarım səhv eləmirəmsə, ay yarım belə qaldırar onlar. Və sonra düşdülər, gəldilər. Onlar da baxdılar ki, mümkün deyil, bura qaldırırlar. Belə burada bizim şəraitimiz 2 ayda 2 ay çox zülmlə yaşadıq. Həm də o soyğun əzablarını çəkirdik. Da elə bir ki, o gecə çöldə qalmaq, yağışda, kəndə getmək, həmin vaxtlarda qar yağırdı. Düşürdük aşağı çayın qırağı aşağı gedirdik. Onu gətirə bilən də gətirirdik, gətirə bilməyən də gedib hardasa birinin qurusundan kartof gətirirdik. Yeməyimiz də ki, ancaq burada mənim qaynatma kartof, soyutma kartof, nə bilim şirin çay, belə şeylər yer olubdu ki, valla yerdən pesox süpürüb gətirmişik bura. Şüşə qırıntılı zaddır. Manlı tapıb gətirmişik bura. Əzab əziyyətlərlə burada bu kağlarda, birinci Portda kağısında, ikinci burada, buradan əvvəl Qaraçanlıda neçə gün zülümlər çəkmişik. Oradan bura gəlməyimiz, Qaraqayaya düşməyimiz, bura gəlməyimiz, gəlib burada bir şəraiti qurmağımız. Belə yaşamışıq. 113 gün bu kağlarda fırlanıb yaşamışıq biz. Bu daşlar düzdür, indi düşübdü bura. Amma burada bizim ocaq yerimiz, adımız vardı, bax buralarda. Düzdür, buradakı əşyaların hamısını aparmışıq, aşağıdakı kahaya aparmışdır, barut dükansını. Belə. Deməli biz aprel ayının 25-ci günü 1993-cü ildə buna gəlib məskunlaşandan sonra bizim əsas problemimiz ərzaq daşımaq və yanacaq daşımaq. O cümlədən burada yemək pişirmək üçün qaz və qaz balonu daşımaq lazımdır. Bunların hamısını təmin etmək lazımdır. Bunlarda ötərində bizim kənddən yolumuz çox uzaqdır. Təxminən 7 kilometr və onun hardasa kilometri tam yoxuşlu bir yoldur. Bizim yanımızda əskərlər də vardı. Zərdabdan, Əlbayramdan, Qaxdan. Təbii ki, dağ yer görünən uşaqlar vardı. Bunlar ərzaq daşımaqda daha çətin çəkir. Və ən əsası kəndə girmək elə belə də asan bir şey deyildi. Bu tamamilə təhlükəli bir yoldur. Ermənilərin bütün gün kənddə olmaqları, qarət aparıb daşımaqları və burada tək mülki insanlar yox, böyük əksəriyyəti hərbiçilər olardı. Ermənilər qarət dalınca gələnlərin. Biz gedib kəndin aşağısı, yuxarı hissəsində Qalaça deyilən Çağrın yanından kəndini izləyib, kənddə ermənilərin hansı istiqamətdə olmaqları, hansı evlərdə yerləşməklərini görəndən sonra gecə ilə elə bir kəndin ayaq hissəsində ermənidirsə, biz kəndin baş hissəsinə yaxınlaşardıq. Ərzaq bütün evlərə girilmişdi, tapmaq çox çətin idi. Bir evdən biraz pesox tapardıq, bir evdən biraz vermişli tapardıq, bir evdən kartof tapardıq. Sonra onunla bərabər odun daşımaq ən ağır yükümüz oldu. Və burada elə bir əlavə bizi çinmək məsələmiz vardı. Bizə qazanlar lazımdır ki, su istəyib bu uşaqların burada olmağı, qadınların burada olmağı. Bir var cavan olasan, götürüb bir çayda çinməlisən, amma bu uşaqları 100% su istəməlisən. Və biz dağın təxminən bir 500 metr tərəfində hamam üçün, gedib çimmək üçün yer düzəltmişdik. Və burada yoldaşlar da qeyd elədi, qadınlarımızı biz çox işə qoymurduq. Qadınlarımız çox iş görsün, çünki həm yaralıdır qadın vardı içimizdə, ailəli, uşaqdan tutmuş yoldaşına qədər hamısı bizimlərimizdir.
buna baxmayaraq yaralıdır və istəmirdik ki, onlar yemək pişirsin, əziyyət çəksin. Biz uşaqlardan, yoldaşlardan əmoğlu yaşadı və Ağdamlı məzahiri yemək pişirmək üçün ayırmışdıq ki, siz qadınlara köməkli edib yemək pişirmək edərsiniz. Bunlar kəndə getməkdən bunları azad eləmişdik ki, sizin işiniz ancaq yemək pişirmək olur. Ərzağın daşınması çətin olduğuna görə mayın 7-si ya 8-ci günü var. Biz qərara gəldik ki, düşək həmin o bar tükasını demək. Burada bizimlə bərabər olan Sönməzə rəhbərgil buna narazıçılıq elədi. Bar tükasının daha qorxulu, təhlükəli olduğunu deyərək onlar getməkdən imtina elədi və onlar burada qaldılar. Amma biz bir dəstə bölündük, 2 dəstəyə, bir dəstəmiz düşdük bar tükasına. Buradan bir hissə özümüzdən paltar-palaz, yorğan döşəkdən götürdük. Kəndimizdə dəfələrlə ermənilərlə üz-üzə gəlmişik, bizi gördükləri vaxtlar olub. Həmin o təhlükəli dediyim vəziyyətin çox daha təhlükəli vəziyyətlər yaşamışıq. Mənlə bərabər gedən yoldaşlar 3-4 nəfər olub və bizim mühasirəyə almağa çalışdıqları vaxt olub. Çox şükürlər olsun ki, Mahirin bir sayıqlığı nəticəsində biz o təhlükədən də sağ-salamat ayrılıb dağ yollarına uzaq məsafələri qət edərək erməniləri öz kəndimiz istiqamətindən azdırıb başqa qonşu kəndlər istiqamətləri hərəkət edərək məsafə deməli hardasa 2 kilometr, 3 kilometr, 5 kilometr yolu 10-15 kilometr məsafəyə uzadıb kəndimizdən təhlükəni elə bir daha uzaq yerlərə salmaq üçün həmin yerlərə hərəkət edirdik. Gəlib belə olub ki, bir gün sonra çıxırdıq və uşaqlar, yoldaşlar gəlib biz çıxanda da hamı soruşardı ki, niyə belə oldu, siz nədir oldu, siz yeriniz gec, bilən oldu, gec gəldiniz belə və danışardıq, vəziyyət gəldik, başa salardıq belə. Biz də kəndə gedəndə həmişə özümüzdən biz az da olsa biz çörək götürərdik, biraz nə bilim, əlimizə pişən yeməkdən nə elə şey götürərdik ki, ola bilər ki, ləziyə bilər, ola bilər ki, təhlükə hər vaxt var, ola bilər ki, həmin işlər başımıza gələr. Önümüz üçün bir az da olsa çörək götürürük. Azuqə cəhətdən belə deyim. Şükür Allaha, azuqə cəhətdən elə bir körlüğümüz olmadı. Əziyyətimiz oldu, amma körlüğümüz olmadı. Mənə gəlir ki, yoldaşlar hamısı bu haqqında danışır, daha ətraflı məlumat, mənə gəlir bir şey deyə bilmirəm, ola bilsin ki, unutduğumuz şeylər var. Çətinliyimiz, bölümümüz, ən əsası bizim kəndimiz gedən cəmaatın sağ-salamat gedib çıxmağını bilmirdik. Radyo vasitəsindən biz məlumatları izləyirdik, xəbərlər proqramına qulaq asardıq. Avtobusumuzun akkumulyator müsəkib gətirmişdik ki, bateriyka uzun müddətli qulaq asmağa, radyonu dinləməyə yetmədiyinə görə akkumulyator gətirmişdik özümüzdən bərabər bura. Həmin akkumulyator vasitəsindən biz mütəmadi olaraq xəbərlər proqramına qulaq asırdıq.